بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Elmi faydalar dərsimiz davam edir, əziz qardaşlarım. Bu ay münasibəti ilə, mübarək Ramazan ay münasibəti ilə, xüsusən də axıra yaxınlaşdığımıza görə ən önəmli məsələdən danışmaq istəyirəm. O da duanı çoxaltmaq, duanın ədəbləri, kimlərin duaları qəbul olunur, dua qəbul olunan vaxtlar və duanın səmərəsi və s. kimi dua ilə ilgili məsələlərə toxunacağım inşallah. Əziz qardaşlarım, bütün xeyr əməldən, belə bunu bir qayda olaraq müsəlman özünə götürməsi çox bəyənilən işlərdəndir. Qayda olaraq nə qədər bu insana fayda verən, insanın Allah qatında dərəcəsini ucaltmasına səbəb olan, insanı pislikdən və şərdən çəkindirən hər hansı bir əməl olursa olsun, insan ona tərəf getdikdə böyükdürsə o əməl, şeytan insanı yayındırmağa çalışır. Adətən dua ən əzəmətli ibadətlərdən biridir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əd-dua huvəl-ibadə. İbadət duadır. İbadət, dua ibadətin ta özüdür. Ona görə Allah Teala Quran-ı Kərimdə bir neçə ayətdə ondan istəməmizi əmr formasında tələb eləyir. Fəd'uni əstəcib ləkum. İnnəl-ləzīnə yəstəkbiruna an ibadəti səyədxuluna cəhənnəmə dəxirin. Allah Teala deyir ki, məndən istəyin, mən də sizin duanızı qəbul eləyim. O kəslər ki, məndən istəməkdən, məni çağırmaqdan, mənə dua etməkdən təkəbbürlük edərlər, özlərini artıq tutarlar, onları cəhənnəmə zəlil olaraq daxil eləyərik. Və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz deyir ki, mənə dua edin, mən də sizin duanızı qəbul eləyim. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir səhih hədisdə deyir ki, o kəs ki Allahdan istəməz, Allahın ondan qəzəbi gələr. Allahın ondan qəzəbi gələr. Muttaqilərin iman əhli sifətindəndir Allah Teala'ya çoxlu dua etmək, Allahdan istəmək. Hətta Ayşə radiyallahu anh'a deyir ki, sizdən biriniz ayaqqabını itirdikdə onu da Allahdan istəsin. Ayaqqabını itirdin mi? Dua elə ki, ya Rabbi onu tapmaya kömək elə. Hər şeydə. Umar ibn Xattab radiyallahu anh'ın məşhur sözü var. Deyir ki, mənim üçün önəmli o qədər deyil ki, mənim duam qəbul olsun, olmasın. Mənim üçün önəmli olan odur ki, mən dua edə bilirəmmi, yoxsa dua edə bilmirəmmi? Bu duada şək məsələsidir, əziz qardaşlarım. Önəmli olan bugünkü gündə insanlara baxsan, Allaha ehtiyacları daha çoxdur. İnsanlarda fəsad daha çoxdur. İnsanlarda cəhalət daha çoxdur. İnsanlarda, əziz qardaşlarım, Allahdan uzaqlıq daha çoxdur. Vəhiyyə sarınmaq məsələsində insanlar daha çox zəifdirlər. Bu fitnə fəsad dövrdə insanların daha çox ehtiyacı var Allaha yalvarmağa, dua etmək. Fitnələrdən qorunmaq üçün, şərlərdən, bəlalardan qorunmaq üçün. Amma çox az görürük müsəlmanları dua məsələsinə yanaşmaqlarını. Çox az yanaşırlar. Bəlkə də hər dəfə niyyət edirlər ki, dua etsinlər deyə, elə dua vaxtı gəldikdə yayınırlar. Şeytan vəsvəsə verir, fikrini yayındır və s. kimi. Ona görə bu dərsdə toxunmağa çalışacağım ki, müsəlman gərək özünü alışdırsın dua etməyə və xüsusən də duanın qəbul olan vaxtlarını bilsin ki, hətta həvəs artsın. Bu, ilk öncə əziz qardaşlarım bilmək lazımdır. Peyğəmbərlərin salavatullah və səlam aleyhim ən çox etdikləri əməllərdən biri dua idi. Peyğəmbərlərin. Ona görə bax, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə deyir ki, Allah Teala bütün peyğəmbərlərə bir dənə müstəcəb dua verib. Bütün peyğəmbərlərə deyib ki, hərənizin
adətən peyğəmbərlərin duası qəbuldur. Lakin %100 garantili olaraq hər peyğəmbərə Allah Teala bir dua şansı verib. Ki, nə istəyirsən istə, qəbul eləyəcəm. Ona görə peyğəmbərlərin hamısı dualarını bu dünyada edə bilər. Bəzi peyğəmbərlər övlad istəyib, bəzi peyğəmbərlər mülk istəyib, bəzi peyğəmbərlər qovmunun həlak olmasını istəyib, Nuh aleyhissalam kimi. Dəvət eləyib, icabət eləməyiblər, bəddua eləyib. Artıq çıxış yol olmadığına görə. Və s. kimi. Peyğəmbər s.ə.v deyir, mən o duamı saxladım axirət gününə. Mən o duamı saxladım ümmətimə dua etmək üçün axirət gününə. Ona görə, əziz qardaşlarım, insanlar məhşər meydanında toplananda uzun müddət məhşər meydanında qalacaqlar. O gün hətta kafir belə sonu hara olursa olsun, o günün qəmindən, qüssəsindən qutarmaq üçün Allaha dua edəcək, ya Rabbi. Hətta hara olur olsun, eləcə sən hesabı başla, biz bu durumdan qutaraydık canımızı. İnsanların bir toplumu deyəcək ki, gəlin gedək Adəm Aleyhisselamın yanına, atamızdır, bəşəriyyətin atasıdır, bütün insanlar ondan törənib. Gedək deyək Allaha dua eləsin ki, Allah bizi bu sıxıntıdan qutarsın. Yəni məhşər meydanında hamı toplanacaq və hamı ayaq üstə duracaq. Kimsə danışmayacaq, kimsə gülməyəcək, kimsə böyründəkinə baxmayacaq, ayaq üstə duracaq, hamı hesabı gözləyəcək. Hesab başlamır. Günəş insanların başının üstə yaxınlaşır. Sıxıntıdır. O gün gedəcəklər, Adəm Aleyhisselam qəbul eləməyəcək. Deyəcək ki, xeyr, mən günah eləmişəm, sizə şəfaət verəsi durumda deyiləm. Gedin Nuh Aleyhisselamın yanına. Nuh Aleyhisselamın yanına o da göndərəcək başqalarının yanına. Ta axırda gələcəklər Peyğəmbər s.ə.v yanına. Gəlib deyəcəklər ki, ya Rasulallah, Allaha dua ilə bizi bu sıxıntıdan qutarsın. Peyğəmbər s.ə.v deyəcək, ənə ləhə. Mən bunu edəcəm sizin üçün, mən bunu edəcəm. Və sonra gedir Peyğəmbər s.ə.v Allaha səcdə edir. Həmin duasını orada edir ki, ya Rabbi, ümmətim, yəni bu insanların sorğu sualını başlatdı yine. Və bunda əsas önəmli olan ibrət, bu dərsə aid olan hissəsi o idi ki, əziz qardaşlarım, çox önəmli idi Peyğəmbərlərin həyatında Allaha dua etmək. Ona görə Peyğəmbərlərin yolu ilə gedən, xüsusən də Muhammed sallallahu aleyhi ve sellemin yolu ilə gedən bütün Allaha və axirət günə inanan möminlər də dua məsələsində də Peyğəmbərlərə oxşamağa çalışmalıdır. Yəni onların etdiyi formada dua etməyə çalışmalıdır. İkinci məsələ, əziz qardaşlarım, kimlərin duası qəbul olunur? Adətən Allah kimlərin duasını daha çox qəbul edir? Birincisi, atanın duasını, ananın duasını övladına atanın, ananın duası. Bu hər iki şeyə, həm xeyir duasını Allah adətən qəbul edir, həm də bəd duasını Allah Teala adətən qəbul edir. Bu da övladlar üçün iki önəmli məsələ var. Birincisi, hər bir övlad çalışmalıdır ki, anasına, atasına gözəl xidmət eləsin. Onların qədrini, qiymətini bilsin. Onlarla gözəl rəftar eləsin ki, hətta onların xoş dualarına nail olsun. İkinci fayda da odur ki, yəni hər bir övlad atasına zülm etməkdən, anasına zülm etməkdən, onlara qarşı üzü ağ olmaqdan, onların qəlbini qırmaqdan çəkinsin ki, onların birdən bəd duası onu tutar. Adətən bu sirdir, əziz qardaşlarım. Bu həyatda olan sir məsələlərdəndir ki, bəzən insanın başına müsibət gəlir, deyir ki, ya Rabbi, bu müsibət haradan gəldi mənim başıma? Bəlkə də onun, əgər atasına, anasına zülm eləyən birisi idisə, bəlkə də onların buna etdiyi bəd duanın səbəbidir. İkinci, əziz qardaşlarım, dəvəti və yaxud duası qəbul olunan şəxs müsafir. Müsafir. Hədis var, Peyğəmbər s.ə.v deyir ki, səfərə çıxanda Allah Teala səfərə çıxanın duasını qəbul edir. Ona görə bir insan səfər müddətində gərək Allahı xatırlasın və onun müsafir olduğuna görə
misafir adətən necədir əziz qardaşlarım? Biraz könlü yumşaq, könlü qırıq, biraz möhtac hesab olunur. Çünki sən evində rahatsan, evin var, döşək var, yatırsan, yemək var, içmək var, hamının ailənin içindəsən. Amma səfər eləyəndə adətən yalnız qalırsan, evin olmur, kira axtarırsan, yeməyi gedib alırsan və s. kimi sıxıntı və biraz yorğunluq içində olursan. Ona görə adətən durum belə olduğuna görə Allah Taala onun duasını qəbul edir misafirin. Üçüncü, əziz qardaşlarım, duası qəbul olunan şəxs məzlum. Zülm olunan şəxs. Hətta kafir olsa belə. Hətta kafir olsa belə Allah Taala məzlumun duasını qəbul edir. Peyğəmbər sallallahu əleyhi və səlləm Muad ibn Cəbəl radiyallahu anhunu Yəmənə göndərəndə xristianları dəvət etmək üçün Muad ibn Cəbələ bir çox tövsiyə edir. Bunu belə et, onları ilk dəfə tövhidə dəvət elə, kəlmə şəhadətə dəvət elə, başa sal ki, əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammedən Rasulullah nə deməkdir? Onun şərtləri, onun rukunları. Gördün ki, bunu tətbiq elədilər, namaza dəvət elə. Namaz qıldılar, zəkata dəvət elə. Axırda gəlir ki, əziz qardaşlarım, Peyğəmbər s.ə.v Muad ibn Cəbəli radiyallahu anhını çəkindirir. Deyir, ittəqu dəvətəl məzlum fə innəhu leysə beynəhu və beynəllahi hicəb. Deyir, məzlumun bədduasından qorux ki, Allahla onun arasında pərdə yoxdur. Yəni, dua eləsə, Allah onun duasını birbaşa qəbul edəcək. Bu hədisin şərhində elm əhli deyir ki, Peyğəmbər s.ə.v demir ki, müsəlmanın bədduasından qorux ki, müsəlman məzlumun, deyir ki, məzlumun bədduasından qorux. Ona görə elm əhli deyir ki, həm kafirə aiddir bu, həm də müsəlmana. Burada önəmli olan, əziz qardaşlarım, bir dənə mühüm fayda var. O da, heç vaxt çalış zalim olmayına. Ədalətli bir insan ol ki, kiməsə zülm eləmə. Çünki İslam kəlməsində mənaca və bütün özündə əhatə eləyən mənasında İslam dairəsinin içində zülmə yeri yoxdur. Hətta belə heyvan olsa belə, həşərat olsa belə, quşlar olsa belə, insan nə olursa olsun heç nəyə zülm etmək olmaz. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm, əziz qardaşlarım, qurbağanı öldürməyi misal üçün qadağan eləyir. Nəyə görə adətən? Çünki qurbağa zərər verən bir heyvan deyil. Və onun xeyri də adətən insanlara yoxdur. O özü üçün olan və zərər verici həşəratlar yeyən və çox bəşəriyyətə mikrob salmağa səbəb olan həşəratlarla qidalanan bir şeydir. Onun oluşunda insanlar üçün böyük fayda var. Hətta yəni bəzi bunu bilənlər, tibb alimləri qurbağanın suyun içində qalmasında suyun təmizliyi üçün və suyun önəmi, yəni suyun qalıcı olması üçün bir çox faydalarını deyirlər. Ona görə bir gəldir, ya Rasulullah, biz qurbağa ilə müalicə eləyirik. Biz onu istifadə edə bilərik, Peyğəmbərin deyir ki, xeyr olmaz. Çünki bu sübut olunur ki, bugünkü gündə də qurbağa ilə müalicə olunmur. Aydındır mı? Peyğəmbər s.ə.v, əziz qardaşlarım, arını öldürməyi qadağan edir. Çünki adətən arı adama toxunmur. Arıya toxunmasan, arı adama toxunmur. Və adətən arının əsas xidməti də insan üçündür. Qanadı yırtılana kimi gedir qıtır-qıtır, tikə-tikə, damcı-damcı, zərrə-zərrə bal toplayır, sən də onu qaşıqla yersən. Sənə faydası var. Nəhiy edir. Peyğəmbər s.ə.v qarışqanı öldürməyi qadağan edir. Nəyə görə? Çünki qarışqa heç bir şeyə zərər vermir. İnsanlardan düşən qırıntılarla, israf olucu qırıntılarla qidalanır. Və onun təbiətdə oluşunda böyük ibrətlər var. Deməli, əziz qardaşlarım, heç nəyə zülm etmək olmaz. Peyğəmbər s.ə.v qadağan edir, deyir, heyvanın üzünə vurmayın. Allah yaratdıqlarında ən şərəfli insanın sifətini və başını yaradır. Və Peyğəmbər s.ə.v deyir ki, sizdən biriniz heyvanı kəsdikdə bıçağını yaxşı itiləsin. Çünki küt bıçaqla kəsilən heyvan daha çox zülm olunur, daha çox əziyyət çəkir. Və deyir ki, heyvanı kəsərkən bıçağı qabağında itiləməyin. Çünki onu 2 dəfə öldürmüş olursunuz. İnsan hiss elədiyi kimi heyvan da kəsildiyini hiss eləyir.
Ona görə bəzi insanlar var, görürsən ki, əziz qardaşım, heyvanı yıxıb, başının üstə oturub bıçaq itləyir. Bu cahillikdən başqa bir şey deyil. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm nəhy edib ki, heyvanın boğazını kəsməməzdən qabaq başqa yerini kəsməyin. Muslə deyirlər ona. Təmsil deyirlər. Bunu gərək eləməyəsən. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm heyvan ölməmiş dərisini soymağa icazə vermir. Bu heyvandır. Çünki orada bunu etsən, heyvana zülm etmiş olarsan. Əgər heyvanın haqqında İslam dinində, həşəratın haqqında İslam dinində və yaxud quşlar olsun, quşların haqqında İslam dinində zülm haramdırsa və yəni İslamda yer var ki, gedib insana zülm eləyəsən, yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizdən biriniz əgər quşu yeməyəcəksə öldürməsin. Bəzən görürsən ki, atırlar quşu, vururlar. Deyir, çünki o quş qiyamət günü səndən gəlib hesab, Allahın qabağında hesab tələb edəcək. Əgər onu haqsız yerə öldürmüşsənsə. İbrət nədir, əziz qardaşlarım, bu şeylərin qadağan olmağında, hətta insandan zülm gəlməsin deyə meydana. Deməli, əgər insan məzlum oldusa, ondan qorxmaq lazımdır. Burada önəmli olan fayda odur ki, heç vaxt zalim olma. Kiminsə haqqına girmə, kiməsə zülm etmə və qorxqinən ki, bədduasına düşərsən. Həmçinin, əziz qardaşlarım, duası qəbul olunan şəxslərdən oruç tutan insan. Və bu ay bizim üçün fürsətdir. Oruç tutan insan, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, orucu çoxaldır, duanı çoxaldır. Allah Taala oruclu insanın etdiyi duasını qaytarmır. Bir insan oruclu olarsa, oruclu ola Allaha dua eləyərsə, Allah onun duasını geri qaytarmaz. Ona görə buna diqqət etirin. Həmçinin, əziz qardaşlarım, duası qəbul olunan şəxslərdən bir müsəlmanın arxası ilə etdiyi dua. Sələf-ü salih bunu çox əməl eləyərdi. Yəni, sən bir müsəlman qardaşın üçün dua elə, sənin duan ona qəbul olunur. Deyinək ki, ya Rabbi, filan qardaşı islah elə, onun borcunu ödəyinə, ya Rabbi, o qardaşın xəstəliyinə şəfa verginə, filan qardaşı filan sıxıntıdan qutarginə, ona elm ver, ona iman ver, təqva ver, hifzini açginə, köksünü açginə və s. kimi xeyir dualar eyləni. Onda o zaman hədis var ki, Peyğəmbər bir müsəlmana dua eləyərsə, mələklər də gələr, der ki, ya Rabbi, sən ona dediyini buna da ver, ona dediyini buna da ver. Şeyxülislam İbn Teymiyyə rəhməhullah Məcmu'l Fətava kitabında gətirir, 27-ci cildində ki, deyir, bu bir sir məsələdir bu. Çünki adətən insanların duasının qəbul olmama ehtimal var. Amma mələklərin duası qəbul olunurmu, olunmurmu? Mələklərin duası qaytarılmır, əziz qardaşlarım. Onlar daha pak, daha saf, daha Allaha yaxın olduqlarına görə. La ya'sunallah ma amarahum və yef'alun ma umarun. Deyir, Allah Teala'ya qarşı onlar üsyan olmazlar, üsyançılıq etməzlər. Allah qoyduğu hədlər aşmazlar. Allah onları nəyə əmr etsə onu tətbiq edərlər. Ona görə mələk gəlib deyərsə ki, sən qardaşına dua eləyəndə buna da. Kimin? Sənin duan mı qəbul olma ehtimalı var, yoxsa mələklərin mi? Mələklərin. Ona görə ilk öncə qardaşına dua eləyəndə sən ondan istifadə edirsən. Bu bir sirdir, əziz qardaşlarım. Amma müsibət buradadır ki, insanlarda o qədər paxıllıq, o qədər həsəd, o qədər kin, o qədər kibir var ki, görəsən kimdir bu dövrdə qardaşı üçün, qardaşının qaydına qalan, özünə istədiyini qardaşına istəyən insanlar. Çox azdır, əziz qardaşlarım, çox az. Çox vaxt eşitdiyimiz şey bədduadır. Vəssalam. Qabağından keçmək olmur. Sənin küləyin ona əziyyət verir. Bədduadır. Ona görə müsəlman gərək müsəlmanı unutmasın. Yer üzündə olan qardaşları unutmasın. Onlara ən azından duasını belə əsirgəməsin. Tələb olunan bir şeydir. İstərsən maddi tərəfdən sıxıntısı olan olsun, İstərsən mənəvi tərəfdən, imanı tərəfdən zəif olan birisi olsun, sıxıntısı olan birisi olsun, hər tərəfli müsəlman üçün dua elə. Hətta heç nəsini bilməsən belə, xeyir dua elə, qardaşındır. Həm də savab qazanırsan, həm də sənin işlərin düzəlir əslində. Həmçinin əziz qardaşlarım, duası qəbul olunan şəxslərdən dara düşən adamlar. Dara düşən adamların Allah duasını qəbul edir, bunu unutmayın. Amma bir şərtlə, əgər sən genişə çıxdıqda, rahat olduqda Allahı anan insansansa,
onda dara düşəndə Allah Taala sənə kömək edəcək. Yoxsa sən genişlikdə, rahatlıqda, bolluqda Allahı tanımırsansa, dara düşdükdə Allah sənə kömək eləməyəcək. Bir insan əgər malı olduqda, pulu olduqda nə Allah, nə Peyğəmbər qanmırsa, nə Allah Taala ibadət eləmir, nə Peyğəmbərin haqlarını bilmirsə və bir insan sağlam bədəni olduqda bu bədəni Allah yolunda səcdə etdirmirsə, Ramazan ayının orucunu tutmursa, o insan dara düşdükdə Allaha əl açarsa, Allah onun duasını necə qəbul etsin? Ona görə adətən qəsd olunan burada odur ki, əgər bir insan daima Allahı anarsa və daima Allaha möhtac olduğunu zahir və izhar edərsə, o insan dara düşdükdə Allah Taala ona kömək eləyər. Həmçinin əziz qardaşlarım, dua ilə ilgili önəmli olan məsələlərdən biri də əsas duanın qəbul olunan vaxtları. Bu vaxtları çalışın, duanı çoxaldın. Allah Taala o vaxtları dua olunarsa o duaları qaytarmır. Birincisi, gecənin son üçdə bir hissəsi. Gecənin son üçdə bir hissəsi. O vaxtı hədis var, olunan duaları Allah qaytarmır. Amma müsəlmanlar, subhanallah il-azim, bəlkə televizorun qabağında gecənin üçdə bir hissəsinə kimi, internetin qabağında gecənin üçdə bir hissəsinə kimi otururlar, televizora baxırlar, futbola baxır, kinoya baxır, onunla bununla danışır, yazışır və s. kimi dininə və imanına xələl gətirən işlərlə məşğul olur və yaxud da heç fayda verməyən şeylərlə məşğul olur, amma dua məsələsinə gəldikdə isə, əziz qardaşlarım, məhrum olur. Əgər desən ki, bu duanın müstəcəb vaxtlarıdır, sən oyaqsan, dua elə, yox. Onu bacarmaz, çətindir o. Və yaxud o vaxta kimi gözləməz ki, durum, dua eləyim, vaxtıdır. Amma başqa şeylər üçün görsən qalxır. Gecənin son üçdə bir hissəsi. Bunu necə ölçmək olar? Adətən bu sual çox çıxır. Gecənin üçdə birini necə bilməzsən? Necə bilə bilərsən? Həm təhəccüd vaxtıdır, həm də duanın qəbul olunan vaxtıdır. Bunu günün batmağı ilə və günün doğmağı ilə müqayisə edirsən. Misal üçün, əgər gün saat 8-də batırsa, səhər günəş çıxırsa saat 6-da, neçə saat olur gecənin müddəti? Hesablayın. 9, 22. Yox, nə 22? Bir dəqiq. Axşam saat 8-də batır. Tələsməyin. Bərabər hesablayaq. Axşam saat 8-də gün batır. 9, 10, 11, 12, 6-da da gün çıxır. 10 saat olur. 10 saat gecədir. Deməli, 10 saat gecədir. 7 saatı çıxsaq, 9, 10, 11, 12, 1, 2. Saat 2-dən sonra gecənin son 3 hissəsi sayılır. Son axırıncı hissəsi. Yəni onu bölürsən neçəyə? Gecənin müddətini bölürsən 3 yerə. 10 saatdırsa, 3 yerə böləndə nə qədər gəlir? 3 saat gəlir. Təxminən 3 saat 20 dəqiqə gəlir. Deməli, hər 3 saat 20 dəqiqə ilə 3 saat 20 dəqiqə nə qədər gəlir? 6 saat 40 dəqiqə. Günəşin batışından sonra 6 saat 40 dəqiqəni götürəndə qalan hissəsi gecənin 3də bir hissəsi sayılır. Adətən belə götürürsən. Gün uzananda da gödələndə də. Batışı ilə doğuşunu hesablayırsan və 3 yerə bölürsən. Qalan son 3-cü hissəsi gecənin 3də biridir. O vaxtı həm təhəccüd vaxtıdır, əziz qardaşlarım, həm də duanın qəbul olunan vaxtıdır. Həmçinin duanın qəbul olunan vaxtlarından cümə günü son saatda. Cümə günü son saat. Yəni günün son saatı. Gün batana yaxın. Gün batan axırıncı saatda, belə deyək. Gün batmağa 1 saat qalmış. Saat deməyək, bir müddət qalmış. Duanın qəbul olunan vaxtlardan biri. Duanın qəbul olunan vaxtlardan biri də əzənlə iqamə arası. Duanın qəbul olunan yerlərdən biri insan səcdədə olarkən. Duanın qəbul olunan yerlərdən biri yağış yağarkən və s. kimi vaxtlardan istifadə etmək bir insanın duasının qəbul olmasının səbəblərindəndir. Ondan sonra, əziz qardaşlarım, duanın qəbul olunmasına yardım edən səbəblər. Duanın qəbul olmasına yardım edən səbəblər. Birincisi, bir müsəlmanın, bir dua edənin yeməyinin halal olması. Adətən insan haram yərsə, onun duası qəbul olmaq çətindir. Və bir insanın içməsinin, içdiyi şeylərin halal olması. Bir insanın geyindiyi paltarın halal olması.
Buradan o çıxır ki, necə ki hədisdə gəlmişdir, bir insanın yeməyinin, içməyinin, yediyi, içdiyi, geyindiyi haram olarsa, adətən bu insanların duaları qəbul olmur. Həmçinin, əziz qardaşlarım, duanın qəbul olma səbəblərindən bir insan dua edərkən günah duası və yaxud əlaqə kəsici dua etməməsi. Məsələn, deyirsən ki, dua edirsən, ya Rabbi, filanı zinaya sal yine. Dua edirsən ki, ya Rabbi, filana bir bedrə çaxır içməyi nəsib edir. Bu dua qəbul olmur. Çünki sən günaha dəvət edirsən. Onun günah duası edirsən. Bunu Allah qəbul eləmir. Və yaxud da əlaqə kəsici dua. Dersən ki, ya Rabbi, sən filanın ər-arvatın arasını ayır yine. Bunlar bir-birini düşməni, bu ata oğlu bir-birini qırdır yine. Bu əlaqə kəsici. Ne belə dualar Allah qəbul eləmir. Həmçinin, əziz qardaşlarım, duanın qəbul olma səbəblərindən insan dua edərkən yalvarması. Yəni, bir dəfə deyirsən, belə yox. Yalvarmaq olanda nə zaman olur? Yəni, bir şeyi təkrar istəmək. Bir insan bir məsələni əldə etmək üçün bir dəfə dua eləyir, sonra haray həşir salır ki, mənim duam qəbul olunur. Qardaşım, bir məsələni əldə etmək üçün Allaha yalvar. Yalvar. Öz zəlilliyini Allahın qabağına qoy yine. Səhər, gün orta, axşam, bir həftə, bir ay, bir il, gecə gündüz yalvar Allah Taalaya. Görəcəksin Allah verir, vermir. Sonra görürsən ki, adətən yolda patrol saxlayanda sənə cərimə yazır. Patrolu yarım saat dil tökürsən ki, onları yazma, bunu yazmama, yarım saat dil tökürsən. O da ya tutur ya da tutmur. Amma bir insan sən Allahdan istəyəndə, bir insana sən gecə yalvarırsansa saatlarla, sən bir Allahdan istəyəndə onu necə yalvarmamalısan? Onu təkrar etməlisən. Həmçinin, əziz qardaşlarım, duanın qəbul olma səbəblərindən dua edərkən Allaha qarşı gözəl zənn etmək. Sən əmin olmağın ki, Allah sənin duanı qəbul edəcək və Allah sənin duanı eşidir. Sənin qəlbində olanı da bilir. Və sən əgər bunu bu niyyətlə, bu cür hissiyyətlə dua edərsənsə, İnşallah bu da sənin duanın qəbul olma əlamətlərindən olar. Həmçinin duanın, əziz qardaşlarım, qəbul olma səbəblərindən duanın sir olması. Yəni bir insan dua edərkən riyadan uzaq olması, kibirdən uzaq olması və sir dua etməsi. Yəni ortaya çıxarsan millətin ortasına qalanda, ya hayyu ya qayyum. Belə yox. Ona görə Quranda ayət var, Allah Teala deyir ki, Rəbbinizi sakit çağırın. Səsinizi ucaltmadan çağırın. Adətən burada qəsd olanda insan tək özü üçün dua edəndədir. Çünki sahabələrdən biri gəldi, deyir, ya Rasulallah, Rəbbimiz bizə yaxındır, sakitimi dua eləyək, yoxsa uzaqdır, çığıraraq, bağıraraq dua eləyək. Peyğəmbər s.ə.v deyir ki, o sizə dəvənizin burnundan, başından daha yaxındır. Allah Teala Quran-ı Kərimdə deyir, وَنَحْنُ أَقْرَبُ إِلَيْكُمْ مِنْ حَبْلِ الْوَرِيدِ. Mən sizə şah damarınızdan, vena, daha yaxınam. Ona görə yaxın olan birisinə bağırarak çağırmaq olar mı? Yəni sən adicə insanı götür, Allah Teala bütün oxşadılmaqdan uzaqdır. Haşa. Yanında olan bir insana sən bağırarak, çığırarak çağırsan, nə deyər? Deyək, sən karım çağırırsan, korum çağırırsan, dəlisən, sən nəsən? Uzaqda olan çağırılır həmişə. Allah bizə yaxın olduğu üçün, əziz qardaşlarım, ona görə Allah Teala sir çağırmaq lazımdır. Həmçinin bu da ixlas gətirən əməllərdən. İnsan sir çağırdığı zaman daha da ixlasla olur əməli. Həmçinin duanın qəbul olma ədəblərindən, əziz qardaşlarım, insan dua edərkən Allah Teala'yı həmd səna etməsi, öyməsi, Allah Teala'nın gözəl adlarını və sifətlərini çəkməsi. Həmçinin duanın qəbul olma səbəblərindən dua edərkən bir insanın köhnə paltarda olması, qəlbi sınıq olması, özündə zillət hiss etməsi.
Həmçinin duanın qəbul olma səbəblərindən bir insan dua edərkən sadiq bir niyyətlə dua etməsi, şəklə yox, ya qəbul olar ya olmaz yox. Və yaxud da mən eləyirəm, nə olarlar, yox. Sən sadiq bir niyyətlə dua etməzsən. Həmçinin duanın qəbul olma səbəblərindən ümidini üzməmək. Deməmək ki, mən bir dəfə etdim, dua olmadı, 2 dəfə etdim, dua olmadı, 3 dəfə etdim, dua olmadı. Xeyr, ümidini üzməginə bil ki, dua hər an faydalıdır, xeyirlidir və davamlı olginə. Həmçinin duanın ədəblərindən və yaxud qəbul olma səbəblərindən və yaxud ədəblərindən desə daha uyğundur, dua edərkən dəstəmazlı olmaq və həmçinin ədəblərindən dua edərkən əlləri qaldırmaq və həmçinin ədəblərindən dua edərkən qiblə tərəfə yönəlmək və həmçinin ədəblərdən bir neçə dəfə istəmək, yəni bir dəfə yox, bir şeyi bir neçə dəfə istəmək. Bunları da elm əhli duanın ədəblərindən sayır. Əziz qardaşlarım, həmçinin duanın əsas səmərələrinə, dua ilə ilgili sonuncu məsələmiz bu dərsdə duanın əsas səmərələri. Səmərə nədir? Əsas sənə olan faydası. Yəni belə başa salın, ağacı səpirsən, ağacı əkirsən, onun səmərəsi sən yeyən meyvədir. Yəni duanın da səmərəsi var, faydası var. Ən önəmlisi olan 3'dür. Birincisi, dua eləyən adamın duasının qəbul olması. Bundan böyük xeyir var. Deyirsən ki, ya Rabbi, mənə elm ver. Allah sənə elm versin. Bundan böyük nemət var, istədiyini əldə edirsən. Deyirsən ki, ya Rabbi, mənə rızqı ver. Allah sənə rızqı qapısı açır. Bundan böyük xeyir var. Deyirsən ki, ya Rabbi, mənə salih zövcə nəsib elə. Elhamdülillah, Allah sənə ibadət əhli olan salih zövcə nəsib edir. Bundan böyük xeyir ola bilər. Xəstəsən, deyirsən, ya Rabbi, mənə şəfa ver və sağalırsan. Bundan böyük fayda ola bilər, olmaz. Birinci səmərəsi duanın Allah Taala həmin duanı qəbul eləməkdir. Elhamdülillah Rabbil aləmin. İkincisi, səmərələrindən əgər duan qəbul olmazsa, sən bilginən ki, bu ayaq altına getmir. Necə ki, bizdə ləhcədə deyirlər. Yəni, boşuna getmir bu, havaya getmir. Allah Taala həmin etdiyin duanın mükafatını ahirətə saxlayır. Yəni, istədiyini bu dünyada vermir, sənin üçün daha xeyirli olduğuna görə onun mükafatını saxlayır ahirətə. Ona görə bu dünyada ola bilsin ki, sən dua eləsən, qəbul olmayan. Ahirətdə elə böyük mükafatla qarşılaşırsan ki, və o mükafatı götürdüyünə görə Allah Teala çoxlu şükür eləyəsən. Üçüncüsü, əziz qardaşlarım, duanın səmərələrindən dua edən insanın, əgər Allah Teala deməli, birincisi duasını qəbul edir. Səmərəsi budur. İkincisi, əgər duanı qəbul eləmirsə, Allah Teala onun mükafatını ahirətə saxlayır. Üçüncü səmərəsi də odur ki, Allah duanı qəbul etməsə, başına gələn ən azından bir müsibəti etdiyin duaya görə dəf eləyəcək. Bu da sirdir. Misal üçün. Əlini açırsan, deyirsən ki, ya Rabbi, ya Hayyu, ya Qayyum, ya Zəl Cəlal vəl İkram, sənin gözəl adlarınla və uca sifətlərinlə diləyirəm ki, mənə şəfa verəsən və yaxud da mənə salih zövcə nəsib eləyəsən və yaxud da dersən ki, ya Rabbi, mənim üçün bu şey almağı nəsib eləyəsən və qəbul olmadı dua. Zahirən o şeyi görmədin. Onda o zaman Allah Teala qəbul etməsə də sənin duanı başına gələn bir müsibətdən etdiyin duaya görə səni qoruyur. Misal üçün Allah Teala o sən etdiyin duanın mükafatı olaraq qəbul etməsə də, misal üçün əgər səni o gün maşın vurasıdırsa, ayağın sınasıydısa və s. başına bir fəlakət gələsidirsə, o duanın səbəbi ilə Allah Teala səni qoruyur. O şey sənin başına gəlmir. Və bu da sənin qədərinə o etdiyin duaya görə yazılmış olur. Bu günkü dərsimiz dua ilə ilgili bu qədər, əziz qardaşlarım. Allah Teala'dan diləyirəm ki, köksümüzü duaya qarşı açsın və dualarımızı qəbul eləsin, qəlblərimizi paklaşdırsın. Allah Teala'dan diləyirəm ki, bizləri ona gözəl şəkildə ona layiq qul olmağa nəsib eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.